Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala buyurur ki: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən də xatırlatmaq möminə fayda verir. Zikrin fəzilətlərindən biri də odur ki, insana itaəti, ibadəti asanlaşdırır. Allahın əmrlərini yerinə yetirməyi və həmçində qadağanlardan çəkinməyi onun üçün asanlaşdırır. Və bəzən insanda hiss olunur ki, insan ibadətlər üçün tənbəllik çəkir. Namazları əda etməkdə tənbəllik çəkir. Və bəzən də elə olur ki, insan namazın sünnələrini tərk edir və əlavə sünnədə gələn ibadətləri etməkdən çəkinir, tərk edir. Nə üçün? Ağır gəldiyi üçün. Deməli, bunun da halı, müalicəsi insanın Allahı çox zikr etməsidir. Dəlil də hardan gəlir? Dəlil də bir gün bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və ibadətlərin onun üçün ağır olduğunu deyir, çətin olduğunu deyir. Kişinin bu sözü deməsində iki şey görünür, iki şey başa düşülür. Birincisi, onun Peyğəmbər s.ə.v-dən istəməsi ki, ey Allahın Rasulü, mənə ibadətlərdən bəzilərini yüngülləşdir. Yəni, 5 vaxt namazısa ondan ikisini məndən götür. Və yaxud da ki, Ramazan ayı 30 gündürsə, bundan 10-unu, 15-ini mənim üçün azalt. Və bunun kimi digər ibadətləri mənim üçün asanlaşdır. Çünki mənə ağır gəlir. Və ikincisi də odur ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmdən elə bir şey tələb edirdi ki, elə bir şey istəməyə gəlmişdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən elə bir nəsihət, tövsiyə istəyirdi ki, ona bu ibadətlər asan gəlsin deyənə. Deməli, burada başa düşülən birincisi yox, ikincisidir. Yəni, Peyğəmbər s.ə.v-dən tövsiyə istəmək üçün gəlir. Peyğəmbər s.ə.v də ona buyurur ki, dilin daim Allahı zikr etməklə məşğul olsun. Həqiqətən insanın dili Allahı çox zikr edərsə, onun üçün ağır olan ibadətlər asanlaşar. Fikir versəz, Peyğəmbər s.ə.v səhih hədislərində buyurur ki, münafiq üçün ən ağır namaz fəcr namazı və həmçinin də işa namazıdır. Və başqa ayədə Allah-u Teala münafiqlər barəsində buyurur ki, وَلَا يَذْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا Onlar Allahı çox az zikr edərlər. Buna görə insanın Allahı az zikr etməsi, onun ibadətlərdə tənbəlləşməsinə gətirib çıxardır. Və həmçinin Allah qorusun ibadətləri tərk etməyi gətirib çıxardır. Buna görə hər birimizin üzərinə düşən odur ki, Allahı çox zikr etmək. Və insan Allahı çox zikr edərsə, digər xeyir əməllərə də müvəffəq olar. Namazları vaxtında qılmağa, namazların sünnələrini əda etməyə və həmçinin Quran oxumağa, sədəqə verməyə, hətta ümrəyə getməyə, həccə getməyə, Allah Teala nə qədər xeyirlər varsa ona müvəffəq edər. Və bəzən insan üçün də zikr etmək də çətin gəlir. Və bu zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin məşhur duası var, hansı ki, hər namazın sonunda, təşəhhüddən sonra və salamdan qabağa oxunur. Allahümmə, ey Rəbbim, ə'inni, mənə kömək elə. Alə zikrikə, sənə zikr etməyə və şükrikə, verdiyi neymətlərə şükr etməyə və husni ibadətik və sənə gözəl bir şəkildə ibadət etməyə mənə yardım elə. Baxın, yenə həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duasında belə zikir birinci gəldi. Fikir ver, insan zikr etməyə müvəffəq olarsa, ondan sonraki əməllər də Allah onun üçün asanlaşdırar. Və bu dua əgər
İnsan ərəbcəsini bilmirsə, hətta Azərbaycan dilində belə edə bilər. Və insan Rəbbi ilə tək qaldığı yer və Rəbbinə ən yaxın olduğu yer səcdə anında belə bu duanı edərək Rəbbindən kömək istəyə bilər. Hansı dua? Allahım, sənə zikr etməyə, verdiyin nemətlərə şükr etməyə və sənə gözəl bir şəkildə ibadət etməyə mənə yardım elə. Yəni, heç bir ibadət bizim özümüzdən deyil. Yalnız Allahın bizə etdiyi müvəffəqiyyəti ilədir. Allahın bizə olan yardımı ilədir. Əgər Allahın bizə olan müvəffəqiyyəti, Allahın bizə olan yardımı olmasa, vallahi ki, bizim digər cahil insanlardan, digər münafiq və Allah qorusun, digər insanlardan heç bir fərqimiz olmaz. Əgər Allahın yardımı bizdən kəsilərsə, bizə ondan başqa heç kim yardım edən tapılmaz. Ona görə insan dua etməlidir, Allahdan yardım istəməlidir və zikir üzərində davamiyyətli olmaq üçün çalışmalıdır. Və ondan sonra da onun üçün çətin olan o qapılar Allahın izni ilə onun üçün yavaş-yavaş açılacaqdır. Müvəffəqiyyət yalnız Allahdandır. Allahdan istəyirəm ki, Allah-u Teala bizə eşidib faydalanmaq nəsib etsin. Və həmçinin də kim bir şey eşidərsə, bunu başqasına çatdırarsa, ona əməl edənin savabı da ona səbəb olan insana yazılar və əməl edən insanın savabından azalmadı. Allahdan müvəffəqiyyət istəyirəm hər birimiz üçün. Əmin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.